Tacir ve Tutuguşu. Biri var idi, biri yok idi. Bir tacir var idi. Bir defa o, uzak ülkelere alışverişe gidecekti. Evindekilerin hamısını yanına çağırıp dedi: "Ben gedirəm. Deyin görüm sizin için ne getirim?" Evdekilerin hərəsi bir şey istədiklərini dedilər. Tacir hamı ilə görüşüb yola çıxmaq istəyirdi. Bu vaxt qəfəsdə oturan Tutuguşu taciri öz yanına çağırıb dedi: "Mənim də səndən bir xahişim var." "Nə xahişim var?" deyə tacir soruşdu. "Əgər mümkündürsə, onu yerinə yetirməyə çalışaram." Tutuguşu dedi: "Sənin ticarətə gedəcəyin ölkədə bir ağac var. Bu ağacda çoxlu tutuguşu yaşayır. Əgər sən bu ağacı gedib tapsan, onda tutuguşulara məndən salam söyləyərsən. Nə cavab versələr, gəlib desən, məni çox xoşhal edərsən." Tutuguşu tacirə ağacı necə gedib tapacağını öyrətdi. Tacir gülüb dedi: "Yaxşı, sənin xahişini yerinə yetirərəm." Uzun və çətin səyahətdən sonra tacir gedib həmin uzaq ölkəyə çatdı. Mallarını satıb cürbəcür qəşəng şeylər aldı. İşlərini qurtarandan sonra Tutuguşunun ona dediyi yerə getdi. Gördü ki, burada doğrudan da yekə bir ağac varmış. Bu ağaçda çoxlu tutuguşu oturmuşdu. Tacir qışqırdı: "Ey tutuguşular! Mənim tutuguşum sizin üçün salam göndərir." O bu sözü deyib qurtarar-qurtarmaz tutuguşulardan biri o saat yerə yıxılıb öldü. Tacir lap məəttəl qaldı. Yəqin ki, bu vəhşi quş mənim tutuguşumun yaxın dostu olubmuş ki, onun salam göndərdiyini eşidən kimi yıxılıb öldü, deyə tacir özlüyündə düşündü. Tacir al-əlvan quşlara bir də baxıb şəhərə qayıtdı və yola çıxmağa hazırlaşdı. Tacir sağ-salamat evinə qayıdıb evdəkilərin hamısı üçün də bəxşişlərini gətirdi. Ancaq o tutuguşusunun salamına cavab gətirə bilmədi. Vəhşi quşun ölüm xəbəri ilə tutuguşusunun qanını qaraltmaq istəməyərək ona heç bir söz demədi. Onda tutuguşu ondan soruşdu: "Yəqin ki, sən mənim salamımı onlara yetirməmisən." "Salamını onlara yetirdim, ancaq heç bir cavab almadım," deyə tacir ona cavab verdi. Tutuguşu çox pərt oldu, soruşdu: "Onda de görüm, sən orada nə gördün?" Əlacsız qalan tacir əhvalatı danışmağa başladı. "Mən sənin dediyin həmin yerə getdim. Tutuguşuları gördüm. Mən sənin salamını onlara deyən kimi, onlardan biri o saat ağacdan yıxılıb öldü. Ona görə də mənim sənə deməyə bir sözüm olmadı." Tacir bunu danışıb qurtaran kimi tutuguşu səndələyib yıxıldı və qəfəsin içinə ölü düşüb qaldı. Tacirin tutuguşuya çox heyfi gəldi və öz-özünə belə dedi: "Mən nahaq yerə ona dostunun ölümünü xəbər verdim. Sonra o tutuguşunun ayağından yapışıb pəncərədən atdı. Birdən tutuguşu qanad çalıb uçdu." Tacir indi başa düşdü ki, ağacdan yıxılan tutuguşu özünü ölülüyə vurulmuş ki, qəfəsdəki tutuguşuya azadlığa çıxmağı öyrədə bilsin.